Salam değerli izleyicilerim, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ağızda əriyən, dadlı, ləzzətli, hər kəsin rahatlıqla hazırlaya biləcəyi şokoladlı kurabiyələr hazırlayıram. Qabı taq temperaturunda olan 250 qram çərə yağı, stəkanın başı 1 barmaq əski şəkər pudrası əlavə edib qarışdırırıq. Çərə yağı otaq temperaturunda olmalıdır ki, şəkər pudrası ilə qarışdıqda krem halına gəlib çıxsın. 1-2 dəqiqə qarışdırdıqdan sonra belə bir kütlə alındı. Alınan kütlənin üzərinə 1 ədəd yumurta, 2 xörək qaşığı kakao, 1 bağlama vanil əlavə edib yenidən qarışdırırıq. İstifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsinə qeyd etdim. Çox sadə və evdə olan ərzaqlardan istifadə edərək tez zamanda sizlər də rahatlıqla hazırlaya bilərsiniz. Öncədən ələdiyim 1 stəkan un əlavə edib qarışdırmağa davam edirəm. Bir bağlama kabartma tozundan da istifadə etdik. Əgər kurabiyənin dadlı, ləzzətli, yumuşaq alınmasını istəyirsinizsə, siz də unu birdən-birə əlavə etməyin. Öncə 1 stəkan əlavə edib qarışdırdıq və belə bir kütlə alındı. Alınan kütlənin üzərinə yenidən 1 stəkan un əlavə edib, indi isə əlimlə xəmir yoğururam. Üçüncü stəkan unun bir qismini əlavə edirəm və yenidən yoğururam. Əgər yetməzsə geri qalanını da əlavə edəcəyəm. Mənim üçün un yetərli oldu. Geridə qalan 2 xörək qaşığı unu istifadə etmədim. Yəni ümumilikdə 3 stəkandan 2 xörək qaşığı az un istifadə etdim. Xəmir artıq hazırdır. Yumuşaq, ələ yapışmayan gözəl bir xəmir alındı. Gözlətməyə ehtiyac yoxdur. Təxminən qoz bölgüyü də xəmirdən alaraq əlimizdə yuvarlayıb, sonda şəkər tozuna bulayıb soba listinə yığırıq. Eyni qayda ilə digərlərini də hazırlayırıq. Bütün kurabiyələri hazırladıktan sonra sonda üzərinə hər hansı bir əşyadan istifadə edərək belə bir dəlik açırıq. Öncədən isidilmiş sobada 180 dərəcə temperaturda 15-20 dəqiqə müddətində bişiririk. Kurabiyələr tam soyduqdan sonra qənnat dükanlarında tort və şirniyyatlar üçün nəzərdə tutulan şokoladdan üzərinə əlavə edirəm. Sizlər adi şokolada su buxarında eritdikdən sonra kurabiyənin üzərinə əlavə edə bilərsiniz. Bəh-bəh, ətirli, dadlı, ləzzətli, ağızda əriyən şokoladlı kurabiyələrimiz hazırdır. İnanın bu kurabiyəni uşaqdan böyüyə hər kəs çox sevdi. Ən əsaslı evdə olan ərzaqlarla hazırlanır. Hər biriniz rahatlıqla hazırlaya bilərsiniz. Dəyərli izləyicilərim, belə sadə, gözəl reseptlərdən anında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Hələlik.